Kommunikasiya bacarıqlarının üçüncü sirri: razılaşmadan anlaya bilmək. Yəni, mövqe birliyinə gərək olmadan, qarşı tərəflə razılaşmadan belə onu anlaya bilərsən. Səni anlayıram, sənin yerində olsaydım, yəqin ki, mən də belə edərdim. Bu cümlələr qarşı tərəfin müdafiə sistemini söndürür. Burada sizin yanınızda onun emosiyalarının dəyərli olduğunu ona çatdırmış olursunuz. Buna misal olaraq hamının səhvə yol verdiyi bir ünsiyyət növündən danışmaq istəyirəm. Yaxınını itirən bir insana təsəlli vermək çox yanlış davranışdır. Ona təsəlli verməklə onu başa düşmədiyinizi açıq və bariz bir şəkildə göstərmiş olursunuz. Həmin anda o insanın təsəlliyə qəti ehtiyacı yoxdur. Sadəcə onun yanında olmaq, onu dinləmək, hisslərinə qulaq vermək, təsəlli cümlələri yerinə isə susmaq daha yaxşıdır. Beləliklə, bu müddət ərzində ən güclü ünsiyyət bacarıqlarını inkişaf elətdirən 3 əsas addımdan danışdıq. Sükutla, diqqətlə, var olaraq dinləmək, ton, bədən dili və hisslərinlə qarşı tərəfi hiss eləmək, razılaşmadan da səni başa düşürəm deyə bilmək. Bu qədər sadə.